biz yəni tək hecalı sifətlərə er şəkildisi əlavə edirik. Çox hecalı sifətlər isə məsələn expensive, bahalı və yaxud difficult, çətin və s. Yəni çox hecalı sifətlərə isə biz more deməli şəkildisi əlavə edirik. Məsələn, more expensive, daha bahalı, more difficult, daha çətin. Deməli, burada bizim sifətimiz large'dır. Large geniş deməkdir və tək hecalı olduğu üçün biz burada R axtarırıq. Bu da bir ya C ya da ki E variantından biridir. Deməli, B variantı gedir. S üstünlükdür. Həmçinin D variantında da mostla S-li bir xəttə yazmaq olmaz. Həm tək hecalılara biz üstünlük dərəcəsində most yox, S əlavə edirik. The largest olmalı idi. E variantı da gedir. Çünki large adi dərəcədə istifadə olunur. Və həmçinin C variantı da səhvdir. Çünki more-la eri bir xəttə yazmaq olmaz. Deməli, burada doğru variantımız A variantıdır. It is larger than ours. 2-də isə ikinci sualı sizlərə buraxam. Şərh bölümündə inşallah yazarsınız hansı variant düzgündür. 3-də isə deməli biz baxırıq yenə cümlədə və müqayisə dərəcəsi olduğu üçün biz deməli sifətimiz də tək hecalıdır. Tall, biz o zaman er. Tək hecalı sifətlərə er əlavə edəcəyik. Burada C variantı gedir, S üstünlüydür. Biz tək hecalılarda üstünlük dərəcəsində most yox, S əlavə edirik. E variantı da səhvdir. D variantında more-la eri bir xəttə vermək olmaz. Özdəki tall tək hecalı sifət olduğu üçün more ilə yox, er ilə düzəlir. D variantı da səhvdir. Həmçinin A variantı da səhvdir. Tall adi dərəcəli istifadə olunur. Doğru variantımız B variantıdır. 4-cü testimizdə isə biz yenə və müqayisə dərəcəsini görürük. Deməli, burada biz B variantını çıxacaq, çünki adi dərəcə işlənir. E variantında S üstünlüyüdür. Bu da deməli üstünlükdə istifadə olunur. Həm the heaviest olmalı idi. Burada the müəyyənlik artiklı